Tehrana endirilən raket zərbələrinə digər ölkələrdən reaksiyalar da gəlməyə başlayıb. Avropa və Şimali Amerika ölkələri əsasən İranın nüvə proqramının dayandırılmasını dəstəkləsə də Rusiya açıq şəkildə Tehranın yanındadır. Proseslərin diplomatik yolla həllinə çalışan qardaş Türkiyə isə tərəfləri atəşkəsə çağırır. Politoloqlar hesab edirlər ki, Amerika Birləşmiş Ştatlarının bu addımı eyni zamanda qlobal rəqibi Çinə qarşı iqtisadi gedişdir. Ətraflı növbəti materialda. ABŞ ilə İsrailin İrana hücumuna beynəlxalq reaksiyalarda özünü çox gözlətmədi. İran rejiminin balistik raket və nüvə silahı proqramları qlobal təhlükəsizliyə ciddi təhdid yaradır. Bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib. Fransa prezidenti Emmanuel Macron bildirib ki, müharibə ciddi nəticələr doğura və qlobal təhlükəsizliyə mənfi təsir göstərə bilər. Kanada isə İrana qarşı aparılan əməliyyata dəstək verdiyini açıqlayıb. Baş nazir Mark Carney bildirib ki, Ottawa ABŞ-nin İranın nüvə silahı əldə etməsinin qarşısını almağa və rejimin beynəlxalq sülh və təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərini dayandırmağa yönələn addımlarını dəstəkləyir. ABŞ-nin özündə isə münasibət bir bənalı deyil. Bu, dünya tarixində mühüm bir andır. Birincisi, ölkə daxilində Prezident Trump seçki kampaniyasında Amerika Birləşmiş Ştatları hökumətini bu cür xarici müharibələrə cəlb etməyəcəyini açıq şəkildə vəd etmişdi. Əvəzində isə onun bir çox tərəfdarı zaman-zaman həddən artıq iddialı və aqressiv davranan, dünyanı Prezident Trump'ın baxışına uyğun yenidən formalaşdırmağa çalışan bir Amerika Birləşmiş Ştatları hökuməti gördüklərini düşünürlər. Digər tərəfdən isə bir çox Amerikalı İranın nüvə proqramının yaratdığı çətinliklər və təhdidlər barədə məlumatlıdırlar. Ona görə də Prezident Trump İranın nüvə silahı ola bilməz dedikdə, Amerikalılar üçün elə də gözlənilməz deyildi. Bu müharibəyə ən çox diqqət çəkən yanaşmalardan biri də təbii ki, Moskvanındır. Rusiyanın mövqeyi Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevdən gəldi. ABŞ hökuməti İrana hücum etməklə bir daha əsl simasını göstərdi və danışıqların sadəcə gizli əməliyyat olduğu ortaya çıxdı. Xarici İşlər naziri Sergey Lavrov isə İranlı həmkarı ilə telefon danışığında ölkəsinin İrana dəstəyini ifadə edib. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan isə İran daxil olmaqla 7 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb. Əsas müzakirə mövzusu hücumlara son verilməsi üçün hansı addımların atılacağıdır. Ekspertlər hesab edir ki, İranın şimal qonşuları neytral mövqedə olacaq və məsələnin diplomatik yolla həllinə tərəfdar çıxacaqlar. Süreç boyunca Türkiye elbette ki tarafsızlığını koruyacaktır. Türkiye başından itibaren bu çatışmanın savaşa dönüşmenin olmaması için elinden gelen diplomatik trafiğini yürütmüştü. Türkiye için Amerika ile İran arasındaki müzakerelerin olumlu olarak sonuçlanması ve her iki tarafın da razı olacağı maddeler üzerinden bir rıza ile bu coğrafyaya barışın tesis edilmesi konusundaki çalışmaları elbette ki bilinmektedir. Ekspertlər gərginliyin artmasını istisna etmirlər. Xüsusilə beynəlxalq reaksiyanın mənfi istiqamətdə olması qarşıdurma miqyasını genişləndirə bilər. İranın Ərəbistan yarımadasındakı bəzi ölkələrdə yerləşən proksi qüvvələrinin məsələyə qarışması vəziyyəti qəlizləşdirəcək. Digər tərəfdən ABŞ müttəfiqlərinin müharibə qoşulması da istisna olunmur. Elbette burada NATO'nun varlığı son derece önemli. Zira Amerika Birleşik Devletleri bir NATO üyesi olduğu için de elbette karşılıklı yapılabilecek bir çatışma halinde tüm NATO ülkelerinin devreye girmesine ve bu savaşın belki bir dünya ölçeğine yayılacak bir pozisyona evrilmesine neden olabilir. Analitiklərin fikrincə Birləşmiş Ştatlar İranı hədəfə almaqla əslində Çinə növbəti iqtisadi zərbə vurur. Pekin Tehranın əsas neft alıcılarından biridir. İndi isə diqqətlərdən biri Çinin proseslərə reaksiyasına yönəlib.